Salam değerli izleyicilerimiz, hər vaxtınız xeyir. Bugün sizə şəxsi tikili bir ev çəkib təqdim edirəm. Daxilaq evimizin həyətinə. Bura bizim evimizin həyətidir. Uzun illərin evidir. Xırdalan şəhərində əla yerdir. İcra hakimiyyətinə tam yaxın bir yerdə. Bax, belə bir həyətidir. Bütün pəncərələrin birinci mərtəbə dəmir işıqları vurulub. 4 daş kürsü üzərində tikilib. Daxil olaq indi evimizin içinə. Daxil olduq evimizin içinə. Bura bizdə birinci mərtəbənin dəhlizidir. Çox möhkəm evdir. İri bir qonaq otağıdır. Bax, belə bir iri qonaq otağıdır. Tam cütdaşdır. Ara mərtəbəsi beton monolitdir. Yuxarıdan da ki beton kəmərdir. Hardasa 40 kvadrata yaxın tək zaldır. Evimiz kombi sistemi ilə qızdırılır. Burada gördüyünüz kimi evdə ev telefonu ilə interneti var. Evimizin giriş qapısı. Burada bizdə dəhlizdir. Başlayaq mətbəxdən. İri bir mətbəxdir. Mətbəxi də çox böyükdür. Qeyd etdiyim kimi, Xırdalan şəhərində icra hakimiyyətinə tam yaxın bir ərazidir. Evimizin hamamla ayağı yolsudur. Yəni, bura elə bir dənə otaqdır. Burada kladovka. İndi qalxaq evimizin ikinci mərtəbəsinə. 5 otaqdan ibarətdir. Bu da bizim İkinci mərtəbə qalxan dəhliz. Gördüyünüz kimi iri bir xoldur burada da. Başlayaq sağdan. Sağ tərəfdə bir otaq. Otaqlar çox iridir. Yəni genişlik istəyən həmin bu evdir. Burada bir otaq. İkili otağı gösterdim size. Evimizin eyvanı. Hatta artık böyük evdir. Üçüncü otaqdır. İkinci mərtəbədə olan. Bu da ki dördüncü otaqdır. Yeri əla, ev özü əla, yəni evə söz yox. Yəni çox evlərdə oluruq. Yəni bu boyda ev az düşər elə. Hardasa bəlkə 220-230 kvadrat ev sözü dəqiq bilmədi. Yəni sənəd birbaşa alıcının adına. Birbaşa gedirik BT-də, birbaşa alıcının adına sənəd. Qaz su işıq daimidir, yeri əla. Kim alsa Allah xeyir versin. Qiymət linkin aşağısında da olacaq və şərh bölməsində də qiymət yazacaq. Hələlik bu qədər.